Bugünkü dərsimiz oksidləşmə, reduksiya, reaksiyalar. Diqqətlə qulaq asın. Çətin dərs deyil, böyle ən asan dərslərdən biridir. Ən çətin tarazlıqda özünüz görəsiniz. Maddə miqdarı ilə keçdiyini görürsünüz, o ikinci il keçəndə uşağa rahat gəlir. Tarazlıq məhlul, o ikisini biraz uşağa çatdırmaq çətin olur, amma qalan rahatdır. Oksidləşmə, reduksiya, reaksiyaları. Qayda budur. Oksidləşmə dərəcəsinin dəyişməsi ilə gedən reaksiyalara oksidləşmə, reduksiya reaksiyaları deyilir. Cümləni bir də deyirəm. Oksidləşmə dərəcəsinin dəyişməsi ilə gedən reaksiyalara oksidləşmə, reduksiya reaksiyaları deyilir. Məsələn, bax, indi birləşmə reaksiyası yazıram. Birləşmə. Deyək ki, hidrogen, üstəgəl oksigen alınır H2O. Birini də yazıram. Kalsium oksid üstəgəl. Məsələn, H2O alınır kalsium hidroksid. Bizə deyir ki, təbii ki, ikisi də birləşmə reaksiyasıdır. Birləşmə nə deməkdir? İki və daha artıq maddədə yeni bir maddə əmələ gəlsə, bu birləşmə reaksiyasıdır. Bəs bunların hansı oksidləşmə, reduksiya reaksiyasıdır? Fikir verin, hidrogen element təkcə yanında sıfırdır da. Amma birləşmənin içində müsbət 1-ə gəldi axı. Heç digərinə baxmasan da olar. Ən azından biri gördün mü dəyişir. Yəni biri dəyişə bilməz, ən azı bu da dəyişməlidir. Birini gördüm də dəyişir. Və yaxud oksigen sıfırdır mı? Birləşmədə -2-dir axı. Amma buna baxın, kalsium ekvivalentli metaldır, müsbət 2. Burada da ekvivalentli metaldır da, müsbət 2. Kalsium dəyişmədi. Oksigen -2, oksigen -2, oksigen -2. Heç oksigen də dəyişmədi. Hidrogen müsbət 1, hidrogen müsbət 1. Heç hidrogen də dəyişmədi. Yəni, bax, oksidləşmə, reduksiya reaksiyası nədir? Oksidləşmə dərəcəsinin dəyişməsi ilə gedən reaksiyalara oksidləşmə, reduksiya reaksiyası deyilir. Birinci reaksiyada dərəcə dəyişdiyinə görə bu oksidləşmə, reduksiya reaksiyasıdır. Amma burada heç birinin dərəcəsi dəyişməyib, olduğu kimi qalıb. Bu oksidləşmə, reduksiya reaksiyası deyil. Beləliklə ki, birləşmə reaksiyaları oksidləşmə dərəcəsi dəyişə də bilər, yəni oksidləşmə, reduksiya reaksiyası ola da bilər, dəyişməyə də bilər, yəni olmaya da bilər. Aydın oldu oksidləşmə, reduksiya reaksiyası nədir? İkinci, bu biridir. İkinci parçalanma reaksiyası. Məsələn, deyək ki, NH3 parçalayıram, alınır N2 üstəgəl H2. Bir də parçalayıram, məsələn, kalsium CO3 parçalayıram, alınır kalsium oksid üstəgəl CO2. Hidrogen neçədir? Siz deyin. Müsbət 1. -1 nəyə? Hidrogenin -1 göstərdiyi birləşmələr metal hidridində, məsələn, natrium H, metal hidridi. Silan qazı, silisium H4-də və bor hidriddə, BH3-də hidrogen -1-dir. Yerdə qalan bütün birləşmələrdə hidrogen müsbət 1-dir. Burada neçədir? 0. Dərəcə dəyişir də və N ilə H yanaşı gələndə bu -3-dür, bu 0. Bu dərəcə dəyişdi. Bu oksidləşmə, reduksiya reaksiyasıdır, yoxsa yox? Bəli, bu oksidləşmə, reduksiya reaksiyası. Buna baxın, oksigen -2, əksərlərində oksigen -2-dir axı. Yanında salaq, peroksidlərdə oksigen -1-dir. Superoksidlərdə -2-də 1-dir. Ozoritlərdə -3-də 1-dir. Fluor 2O-da, fluor 2O2-də müsbət 1, müsbət 2-dir. Yəni, qalan əksər birləşmələrdə -2-dir. Baxın, oksigen dəyişmədi. Bəlkə başqası dəyişib, ona da baxaq. Kalsium ekvivalentli metal isə əlbəttə ki, metal müsbət olur da. Kalsiumu da dəyişmədi. Bunu tez hesablayın. Neçədir? Cəbricən bilirik ki, 0 deməkdir. Müsbət 4. -6 üstəgəl 2. -4 elədi mi? Əksər müsbət 4. Bəs burada neçədir karbon? Müsbət 4. -4 demə bax. Müsbət 4. Heç bu da dəyişmədi. Yəni, hansı oksidləşmə, reduksiya reaksiyasıdır, yoxsa yox? Yox. Niyə? Çünki heç bir dərəcə dəyişmədi. Deməli, oksidləşmə, reduksiya reaksiyası nə oldu? Oksidləşmə dərəcəsinin dəyişməsi ilə gedən reaksiyalar oksidləşmə, reduksiya reaksiyası deyilir. Testdə belə ki, aşağıdakı reaksiyalardan hansı oksidləşmə, reduksiya reaksiyasıdır? Dərəcənin dəyişdiyini görürsünüzmü? Deməli, hökmən oksidləşmə, reduksiya reaksiyasıdır. Dərəcə dəyişmirsə, demək ki, deyil. İndi, əvəz etmə. Əvəz etmə nə deməkdir? Bəsit və mürəkkəb girsi, məsələn, kalsium üstəgəl H klor, bilirik axı, bu bununla birləşər. Kalsium axı ekvivalentlidir, bura 2 düşür. Üstəgəl yerdə qaldı hidrogen. Bütün cümləni əzbər yaddasan. Bütün əvəz etmə reaksiyalarının hamısı oksidləşmə, reduksiya reaksiyasıdır. Düzdür, istisnalar da var, amma əksəriyyəti oksidləşmə, reduksiya reaksiyalarıdır. Niyə? Bütün əvəz etmə reaksiyalarında 0 varmı? Birləşmə mənim fikrim buradadır mı? Birləşmə, yəni əvəz etmədə demək istəyirəm ki, 0-dan dəyişib nəyəsə gəlir. Əgər reaksiyada 0 dərəcə görürsünüzmü?
Sıfır görürsüz də? Bəli. Hökmən oksijeşmə reduksiya reaksiyasıdır. Bütün əvəz etmə reaksiyalarında bəsit maddə iştirak elədiyinə görə bütün əvəz etmə reaksiyaları oksijeşmə reduksiya reaksiyasıdır. Amma istisnası var. Keçmişdik bunu birisi dərsdə. Kalsium CO3 üstə gəl yazacaq silisium 12. Bu əvəz etmə reaksiyasıdır. Amma oksijeşmə reduksiya reaksiyası deyil. Hardan bilirəm? Bax, əvəz etmədir. Görüm dərəcə dəyişimi. Oksigen mənfi 2-lərdir, dəyişmədir. Kalsium ekvivalentli metaldır, müsbət 2-dir, müsbət 2-dir, dəyişmədir. Karbonu hesablasın Yusif. Mənfi 2-ni hesablamanda 6, 2-də çıxanda mənfi müsbət 4. 2 çıxmır. Mənfi 6 üstə gəl 2. Mənfi 4, müsbət 4 elədir. İndi buradakı karbon oksijeşmə dərəcəsini Hüseyin desin. Burada karbon neçədir? 4. Müsbət 4. Bu mənfi 4-dürmü? Əksinə müsbət qoysan karbonda dəyişmədir. Yusif, silisium oksijeşmə dərəcəsi. Bu mənfi 4-dürmü? Bu eləyir müsbət 4. Bunun buradakı silisium. Düzdür. Mənfi 6 üstə gəlir ki, mənfi 4, müsbət 4. Gördünüz, heç nə dəyişmədi. Yəni, belə çıxır ki, bütün əvəz etmə reaksiyaları hamısı oksijeşmə reduksiya reaksiyasıdır. Amma istisna əvəz etməmiz var idi. Bu oksijeşmə reduksiya reaksiyası deyil. Dəyişmə və ya mübadilə. Dəyişmə reaksiyası nədir? Necə yazılır? Dəyişmə 2 mürəkkəb, 2 mürəkkəb alınır. Düzdür. Məsələn, natrium oksid üstə gəl H2SO4. Diqqətlə baxın. Kənarlar natrium oksid belə yazılır. Niyə belə yazılır? Bu ekvivalentlidir, bu bir. Natriumdan SO4 birləşər. Buradan görürəm ki, SO4 neçə valentlidir? 2 valentli 2 düşüb də o yüzden. Valentli 2'dir. Natriumun da bir valentli metal olduğunu bilirik. Üstə gəl. Hidrogenlə oksigen birləşəndə su. İndi baxın sizə bir şey deyim. Heç nə dəyişməyib. Oksigen mənfi 2'dir. Hidrogen müsbət 1'dir. Natrium bir valentli metaldır, müsbət 1'dir. Mənfi 8 üstə gəl ki, mənfi 6, müsbət 6. SO4'də müsbət 6'dır mı? Burada da SO4 var da, müsbət 6. Dəyişmənin adı, adına bir dənə baxın, dəyişmə, eləmə. Dəyişmənin adı dəyişmə olsa da, heç vaxt dəyişmə reaksiyalarında oksidləşmə dərəcəsi dəyişmir. Adının tərsinəsidir. Adı dəyişmədir mi? Amma oksidləşmə dərəcəsi dəyişmir. Belə çıxır ki, heç bir oksidləşmə reduksiya reaksiyası, heç bir dəyişmə reaksiyası oksidləşmə reduksiya reaksiyası deyil, amma istisnası var idi. Metal hidridinin, metal hidrid də bu. Metal hidridinin su ilə olan, bu suyu belə yazaq rahat olsun. Su ilə olan reaksiyasında kənarlar 1, ortalar 1 birləşirdi. Dəyişmədir də bu. Görsən, sıfıra gəldi. Ən azından bir dənə sıfır gördüm, heç başlanğıçlara baxmasam da olar. Sıfıra gəldiyini gördüm də, bir dənə bu dəyişim oksidləşmə reduksiya reaksiyasıdır. Qısaca, deməli, oksidləşmə reduksiya reaksiyası nə oldu Yusif? Sən, Murat. Hardan biləsən? Nəyin dəyişməsi? Oksidləşmə dərəcəsi dəyişirsə, bu oksidləşmə reduksiya reaksiyalarıdır. Birləşmə və parçalanma, deyərsiniz ki, oksidləşmə reduksiya reaksiyası ola da bilər, olmaya da bilər. Baxıram, dərəcə dəyişirsə olur, dəyişmirsə olmur. Hansı reaksiyalar heç vaxt oksidləşmə reduksiya reaksiyası olmur, yəni dərəcə dəyişmir. Dəyişmədir, amma dərəcə dəyişmir. Hansı dəyişmə reaksiyası ki, oksidləşmə reduksiya reaksiyasıdır? Metal hidridlərinin su ilə olan dəyişmə reaksiyası. Əvəz etmələrin hamısı oksidləşmə reduksiya reaksiyalarıdır. Amma istisna əvəz etmə reaksiyası oksidləşmə reduksiya reaksiyası deyil. Sizcə yanma reaksiyası oksidləşmə reduksiya reaksiyasıdır, yoxsa yox? Xeyr. Niyə ki, yanma nədir? Maddə, birləşməyə görə yox. Maddə üstə gəl oksigen alınır nəsə, elə deyil. Oksigen nədir? Sıfırdır da. Dərəcə sıfır görürmü? Sıfır görürəmsə, deməli hökmən oksidləşmə sıfır qalmayacaq. Sağ tərəfdə oksigenə salınacaq da, dəyişəcək. Hani birləşməyə görə olar da. Yox, elə yanma var ki, heç birləşmə deyil. Üzvü maddə yanında karbon qazı və su alınır. Heç birləşmə deyil. Birləşmə, oksidləşmə reduksiya olmaya da bilər də. Yanma odur ki, maddənin üzərində oksigen gəldimizdə, oksigen sıfırdan dəyişib nəyəsə gələcək. Hökmən oksidləşmə reduksiya reaksiyasıdır. Hidrogenləşmə odur ki, maddənin üzərinə hidrogen gəlir. Deməli, belə çıxır ki, hidrogen gəliləmsə, hidrogen təkdir də sıfırdan nəyəsə dəyişib gələcək də. Təbii ki, müsbət belə gələr də hidrogen. Deməli, hidrogenləşmə reaksiyaları da oksidləşmə reduksiya reaksiyasıdır. Dehidrogenləşmə reaksiyasıdır. Dehidrogenləşmə nə idi? Maddədən hidrogeni qoparaq, hidrogen alınır. Sıfır alınır. Sıfır görürəmsə reaksiyada. Hökmən oksidləşmə reduksiya reaksiyasıdır.
Aydın oldu bu hissələr. İndi keçək, bax, oksidləşmə reduksiya reaksiyalarının əmsallaşdırılmasına necə əmsallaşdırılır? Biri var ki, uşaqlar, qısa reaksiyadır. Məsələn, təmiz görünür oradan lütfən. Məsələn, deyək ki, qulaq asın, hidrogen üstəgəl oksigen alınır H2O. Bu qara göstərməyəndə deyirəm ki, dəyişir. Məsələn, biz bunu bir də balansat qoymuruq. Bunu əmsallaşdır, deyirəm ki, burada 2 dənədir, burada da 2 dənədir. Burada 4 dənədir, burada da 4 dənə. Yəni, asan da olduğuna görə bunu belə elədim. Amma uzun reaksiyalarda belə eləyə bilmərəm. Niyə? Birin qabağına 35 düşür, birin qabağına 18 düşür. Mən hardan bilim ki, hansının qabağına nə düşür? Onun öz yolları var. Yolların deyək. Məsələn, yazıram mis, üstə gəl, nə yazır? HNO3 alınır. Mis, deyək ki, durusu ilə girir. İndi duru nədir, qatı nədir, onu hələ bilmirsiniz. Hələ şərt deyil, siz bu reaksiyanı əzbərləyəsiniz. Sizin reaksiyanı əzbərləməyə ehtiyacınız yoxdur. Hələ ki, lazım deyil. Lazım olanda əzbər biləcək buna. Testdə bu veriləcək. İndi deyir, bunu əmsallaşdırın. Mən bunun üçün nə edirəm? Oksidləşmə reduksiya reaksiyasıdır. Hardan bilirəm? Mis sıfırdan dəyişir də avtomatik. Birləşmənin içinə girir. Oksidləşmə reduksiya reaksiyasını əmsallaşdırmaq üçün elektron balansı yaradılmalıdır. Elektron balansı nədir? Elektron balansına oksidləşmə dərəcəsi dəyişən atomlar yazılır. Fərq tapılır, indeks varsa vurulur, yoxsa vurulmur, ixtisar gedirsə aparılır, getmirsə aparılmır, ən axırda çarpar yazılır. Bu dediklərimi bir izah edir. Burada nə dəyişir? Mis sıfırdır. Neçə valentimet aldı? Ona görə müsbət 2-yə gəldi mi? Eləmə də. Dərəcə dəyişir. Yəni mis sıfırdan mis müsbət 2-yə fərqi tap. Sıfırdan 2-ni çıx. Neçə eləyir? Mənfi 2. Mənfi 2, ortada mənfi demək ki, verdi. Biri var ki, siz uşaqlar nəyə səb salır? X-in üstündə mənfi neçəsə olanda deyirlər, axı mənfi olanda bu almaq deməkdir. İyon olanda mənfi nə deməkdir? Alıbsa mənfidir, veribsə müsbətdir də, vermək müsbət. Amma bu iyonun yükü deyil ki, ortada çıx yazılanda verdi deməkdir. Ortada üstə gəl yazılanda aldı deməkdir, alıb üstə gəl. İndi, buradan buranı çıxırıq. Elil mənfi 2. Buradan yazıram 2. Əmsal mənfi müsbət yazılmır, axı rəqəm yazılır da 3, 5, 2. 0 idi, müsbət 2-yə gəldi deyə fərqi tapdım mənfi 2. Sizə bir şey deyim. Əgər indeksdə, məsəl üçün 2 olsaydı, əgər, elə məsələlərdə baxacaq, deyəcəm, mən bir dənə mis üçün mənfi 2 tapmışam da, 2 dənə mis üçün neçə eləyər? Mənfi 4 yazarım. Amma baxıram ki, misin indeksində zaten heç nə yoxdur. Sonra nəyə baxıram? Oksigen mənfi 2, mənfi 2, oksigen mənfi 2. Oksigen dəyişmədi. Mən balansa niyə yazmalıyam ki? Balansa yalnız oksidləşmə dərəcəsi dəyişən atomlar yazılır. Deyirəm, hidrogen müsbət 1-dir. Burada da müsbət 1-dir. Hidrogen də dəyişmədi. Mənfi 6 üstə gəl 1, mənfi 5-dir mi? Azot eləyir müsbət 5. NO3-də nədirsə başını yorma. Bu NO3 də həmin NO3-də. Boynuzu yoxdur ki bunun. NO3-də müsbət 5 tapdırmaq, bu NO3-də də müsbət 5-dir. Gəl bunu tapaq. Bu mənfi 2 hesabı neçədir? Gördünüz, azot dəyişdi. Oxum boyunda neçə idi? Azot müsbət 5-dən azot müsbət 2-yə gəldi. 5 çıx 2 neçə eləyir? Müsbət 3. Yəni bu 3 dənəsini aldı. Ortada üstə gəldi də aldı. Bura yazıram 3. İndi sizə bir şey deyirəm yenə. Burada N2 olsaydı, məsələn deyirəm ha. Deyərdim bir dənə azot üçün. Deyək ki də 3-dür. 2 dənə azot üçün neçədir? 6 yazardım, amma burada yoxdur. Deməli, oksidləşmə reduksiya reaksiyası olduğunu hardan bildim? Dərəcə dəyişdi. Oksidləşmə reduksiya reaksiyasını əmsallaşdırmaq üçün elektron balansı yaradılır. Balansa, bu balans nələr yazılır? Oksidləşmə dərəcəsi dəyişən atomlar yazılır. Dəyişməyən yox. Dəyişən atomu yazıram. Fərq tapılır. Fərqi tapdım. İndeksdə nəsə var etsə vurardım, yoxsa vurmuram. Fərqi tapdım. Beləcə nə yazdı? Bura 2, bura 3. Əgər ixtisar getsə aparardım. Biri 6, biri 3 olsaydı, məsələn, ixtisar aparardım. İxtisar getmir. Ən sondakı işimiz 3, bu da 2. Yerini dəyişdirirəm. Sonra nə edirəm? Misdən, misin qabağına nə yazmalıyam? 3. Dəyişən misin qabağına yazacağım 3-ü. Baxıram orada 0-dır, burada müsbət 2-dir. İkisi də fərqlidir də, o da fərqlidir, bu da fərqlidir. Fərqli misin qabağını deyirəm, bu da fərqlidir, bu da fərqlidir. Deyəsiz, eyni olmaq nə deməkdir? Başa salacağım. 3 dənə mis varmı? Burada da 3 dənə mis olmalıdır da, bir-birinə bərabər olmalıdır. İndi azotun qabağına yazmalıyım 2, fərqli azotun qabağına. Deyirəm, bax, bu müsbət 5-dir.
Bu müsbət 5-dir, bu müsbət 2-dir. Hansı fərqlidir? Müsbət 2 olan fərqlidir. Fərqli azotun qabağına 2 yazmalıyam. Misə bir dən baxın. Fərqli misə 3 yaz. O 0-dır, o müsbət 2. Hərisi bir fərqlidir də, onu da yazdım, ona da yazdım. Mani olma. Amma bu fərqli azot deyirəm, müsbət 5-dir, müsbət 5-dir. Fərqlənən budur deyə bunun qabağına yazdım. Deyərsə azot burada da vardı. Elə buna da yazdım da. Fərqlənənin qabağına. Yazandan sonra nə edirəm? Burada 3 dənəmiz var, burada da 3 dənəmiz. Sağda neçədən azot var? Bax. 2, vur 3. 6 azot. Üstə gəl 2. 8 azot. Azot bir dənədir, 8 eləməliyəm. Elədinmi? Neçə hidrogen var orada? 8. Burada da 8 hidrogen olmalıdır. Qabağına nə yazım? 4. Ən axırda oksigeni sayıram. Ən axırda. Əgər oksigenimin sayı burayla bura düzdürsə, deməli düz eləmişəm. Səhvsə demək səhv eləmişəm. Baxaq. Burada neçə oksigen var? 24. Gələk sağa. Burada neçə oksigen var? 6, vur 3. 18, üstə gəl. 2, 20, üstə gəl. 4, 24. Əmsala vururuq. Demək ki, bərabər imiş. Məsələn, mənə yazandan sonra desə ki, suyun əmsalı neçədir? Deyəcəm 4. Misin əmsalı neçədir? Deyəcək 3. Nə bilim, NO-nun əmsalı neçədir? 2. Aydın oldu. Və ya reaksiyanı yazın, əmsallaşdırın. İlkin maddələrin əmsalları cəmi neçədir? İlkin maddə oxdan solda 3 və 8. 11-dir. Reaksiyada məhsulların əmsalları cəmi neçədir? Məhsul oxdan sağdadır da. 3 üstə gəl 2, 5 üstə gəl 4, 9. Reaksiyadakı bütün maddələrin əmsalları cəmi 3 üstə gəl 8, 11 üstə gəl 3, 14 üstə gəl 2, 16 üstə gəl 4, 20. Aydın oldu bu hissə. Bura çatdı, yazıb fərqi tapıb dəyişənlərin qabağına yazırıq. İndi sualı belə bilir. Oksidləşdiricinin əmsalı neçədir? Reduks edicinin əmsalı neçədir? Oksidləşənin əmsalı neçədir? Reduks olunanın əmsalı neçədir? Demişdi, reduks edici nə deməkdir? Reduks edici nə deməkdir? Verəndə alandı. Verən. Atom elektron verirsə, yəni rədd edir də reduks edicidir. Reduks edici atom nə olunurdu? Oksidləşir. Atom elektronu alırsa, oksidləşdiricidir. Oksidləşdirici atom reduks olunur. Kısaca soruşum ki, hansı element yalnız oksidləşdiricidir? Düzdür, flor. Flor ancaq alır, -1. Hansı elementlər yalnız reduks edicilərdir sərbəst halda? Metallar, düzdür. Səsi çıxartlar. Metallar ancaq verir axı. Düşür. Metallar yalnız reduks edicilərdir axı. Metallar ancaq elektron verir. Sərbəst halda metallar yalnız reduks edicidir. Sərbəst halda flor yalnız oksidləşdiricidir. İndi mən nə edirəm? Bax, kısaca bir əzbərçilik qaydasında deyim, sonra keçək bura. Oksidləşmə dərəcəsi çoxdan aza dəyişən bu oksidləşdiricidir. Bunun dəyişib gəldiyi yer reduksiya olunur. Amma oksidləşmə dərəcəsi azdan çoxa dəyişib gələn yer bu reduks edicidir. Dəyişib gəldiyi yer oksidləşir. Cümləyə bir də baxın. Fikir verin, bunun üstündən yazardım bunu. Azdan, buradan üstündən yazım. Azdan çoxa dəyişib gələn yer reduks edicidir. Gəldiyi yer oksidləşir. Fikir verin, C'lərin əmsalları soldadır. Oxun sol tərəfində oksidləşici və reduks edici yerləşir. C'lər soldadır, amma oksidləşmə məhsulu, reaksiya məhsulu və ya oksidləşir, reduksiya olunur, sağa gəlib düşür. İndi oksidləşiricinin əmsalı neçədir? Diqqətlə baxın. Oksidləşirici nə deməkdir? Çoxdan aza gələndir mi? Bu ikisi dəyişir də, bu ikisi. Başqası dəyişmir, baxın. Oksidləşirici baxın çox idi, aza gəldi. Diqqətlə mənə baxın, ay bala. Oksidləşirici bunlardan hansıydı? Çox idi, aza gəldi. Oksidləşdirici nədir? C oxdan bu izol. Bu oksidləşdiricidir. Amma dəyişib gəldiyi yer reduksiya olunur. Deyirəm ki, soldakı azot müsbət 5, yəni oksidləşdiricidə azot o soldakı. Oksidləşdiricinin əmsalı neçədir? Oksidləşdirici azot budur, 8. Bəs reduksiya olunanın əmsalı neçədir? Lövhəyə bax. Oksidləşdiricinin dəyişib gəldiyi yer reduksiya olunur. Oksidləşdiricinin dəyişib gəldiyi yer burada. Reduksiya olunanın əmsalı neçədir? 2. Reduksiya olunur. Desəm, neçə azot atomu reduksiya olunur? 2 dənə. Məsələn, deyək ki, burada 2 olsaydı.
Neçə azot atomu reduksiya olunub 4 dənə deyərdim. Amma burada faktiki 2 dənədir. İndi reduksiya edicinin əmsalı neçədir? Sən də öyrənirsən ki, reduksiya edici nədir? Azdan çoxa. Bura bax. Az idi, çoxa gəldi. Burada reduksiya edicidir. Burada reduksiya edicidir. Amma bu reduksiya edicinin dəyişib gəldiyi bu yer oksidləşir. İndi bax, belə də deyə bilərsən. Çoxdan aza yadda qalmırsa, belə də deyə bilərsən. Ortada üstə gəl olan bayaq dediyimi ki, aldı da üstünə gəldi. Aldı üstə gəldi. Çoxdan aldı gələn. Bir dəqiqə. Aldı. Almaq nə deməkdir? Oksidləşdirici deməkdir. Deməli, oksidləşdirici nə demək? Alan deməkdir. Azot oksidləşdiricidir burada. C-nin əmsalı soldakıdır. Oksidləşdirici gəldiyi reduksiya olunur. Ortada mənfi nə deməkdir? Reduksiya edici, verən. Ortada mənfi o demək ki, verib. Verən də reduksiya edicidir. Mis reduksiya edicidir. Gəldiyi yer oksidləşir. Birdən yaddan çıxar ki, çoxdan aza gələn nə idi? Amma qısası yenə onu da deyək ki, çoxdan aza gəlibsə, oksidləşdirici. O sözünə oksidləşdiricisi olsun. Denək ki, bax, çoxdan aza gəl. Birinci çoxu deyirsən, çoxla başlayırsa o. Bu oksidləşdiricidir, bax. Çox, o. Oksidləşdirici gəldiyi reduksiya olunur. Əgər çoxdan başlayıb oksidləşdirici reduksiya olunursa, azdan gələn onda reduksiya edicidir, oksidləşir. Belə də baxırsan ki, müsbət o demək ki, alıb, yəni oksidləşdiricidir. Belə də baxırsan ki, bu da verir. İndi sual. Oksidləşdiricinin, deyirəm, oksidləşdirici nə idi? O, çoxdan aza. Çoxdan aza. Oksidləşdiricinin əmsalı neçə oldu? 8. Gəldiyi yer neçə oldu? 2. Oksidləşdiricinin gəldiyi yer reduksiya olunur. Sual verilir ki, oksidləşdiricinin neçə faizi reduksiya olunur? Oksidləşdirici 8-dir. 8-dən neçə dənəsi reduksiya olunur? 2 dənəsi. Yəni 2 8-in neçə faizidir? 25 faizidir. 8-in 25 faizi reduksiya olunur. Yerdə 75 faizi qaldı mı? 75 faizdə duzun əmələ gəlməsi sərf olunub. Baxaq. 8-dən neçədən azot bu duzun içindədir? 6 dənəsi. 6 8-in neçə faizi? 75 faizi. Yəni reduksiya olunanın faizini çıx, yerdə qalan duzun əmələ gəlməsi sərf olunur. Bundan birində yazıram, diqqətlə qulaq asın. Sonra birini verəcəm, siz eləyəsiniz. Diqqətlə qulaq asın. İndi o 2 yazılanla olana baxaq, sonra verim. Məsələn, verilir ki, məsələn deyirəm, nə deyək, natrium üstə gəl, H2, yox, H2 deməyək, HNO3 alınır. Natrium NO3 üstə gəl, N2O üstə gəl, H2O. Deyirəm, oksidləşmə reduksiya reaksiyasıdır. Hardan bildim? 0 var. Lövhəyə baxay bana. 0 var. Natrium 0-dan siz deyin, neçəyə dəyişib gələcək? Natrium 0-dan 0-dan. Natrium neçə valentli metaldır? 1 valentli. 1 valentli metalsa müsbət 1-ə gəlirmi? Bəli. Əlimə baxın, 0 çıx 1. Neçə eləyir? Mənfi 1. Yəni natrium 1-ini verdi yoxsa aldı? Verdi. Ortada çıxsa verdi deməli, həm də natrium metaldır. Metal olacaq verə bilirdi. Hüseyin ala bilmir ki. Buradan eləyirəm bu 1. İndi oksigen mənfi 2-lərdir. Hidrogen müsbət 1-lərdir. Azotu tapın. Burada azot neçədir? 5. Mənfi 6 üstə gəl 1. Mənfi 5, əksinə müsbət 5. NO3-də nədirsə bir də başlı yorma. Burada da müsbət 5-dir. Bunu bildik. Bax, mənfi 2 isə burada nə yazaq? 1. Mənfi 2 demək, bu da müsbət 2 deməlidir də, müsbət 1. Deyirsən ki, azot müsbət 5-dən azot müsbət 1-ə gəldi. Fərq neçədir? 4. Mənfili ya, bundan müsbət 4. Bir dənə qulaq asın, mənə bir dənə qulaq asın. Azot müsbət 4. Bir dənə azot üçün müsbət 4-dür. Burada neçədir? Neçədən? Onda müsbət 8 yazacağıq. Çatdı nə deyirəm? İndeks, bayaqçıların indeksi yox idi da. İndi var axı eləməliyəm. 8. İxtisar zad yoxdur. İxtisar olsa parardım. 8 1. 8-i verirəm natriumun qabağına. Sadəcə 8-i verirəm natriumun qabağına. Bax, məsələn 8-i 0 dəyişmədən başlayıb da 8-i verdim bura. 200 məndə olsun. Biri verirəm azotun qabağına. Hansı azota? Azot müsbət 5-dir, müsbət 5-dir. Amma buna yazıram 1. İndi 8 natrium var. Burada da 8 natrium olsun. Elə deyil. Yenə deyil. 8-i verirəm dəyişən natriuma. Bu 8 natrium, bu da 0-dır, bu da müsbət 1-dir. İkisi də fərqlidir. 8 yazdım. Dəyişən azota 1 yazdım. Azotum sağda neçə oldu? 8, bu da 2, 10. Burada da 10 azot. 10 hidrogen var mı? Burada da 10 hidrogen eləsin. Görüm oksigenlərim düzdürsə, deməli düz eləmişəm. Səhvsə səhv eləmişəm. 30.
Bura gəlin. 4 vur 3. 24. 24. Daha doğrusu 4 vur 3 var. 3 vur 8. 24. Üstə gəl 1. 25. 25. 30. Düzəldi. İlkin maddələrin əmsalları cəmi neçədir? Reagent də deyə bilərik. 8. Düzdür. Reagent o tərəf, o tərəf. 8. 18. Məhsulların əmsalları cəmi 9. 14. 14 düzdür. Bütün maddələrində isə 18 ilə bu dediyimiz 14 eləmişdir. 2. 14-ün cəmini toplayaraq. İndi suyun əmsalı neçədir? 1. 5. 5. 1. Hə 5'i 5. Suyun əmsalı 5'dir. Oksidləşdiricinin C'lərin əmsalları mənə qulaq asın. Soldakılar yoxsa sağdakılar? Soldakı. C'lər soldur. Amma oksidləşir, reduksiya olunur əksinə. Oksidləşdirici hansıdır burada? Çoxdan aza gedir. Ee, Yəni aza. HNO3'dən müəllimə. Aha. 1 N2O ya. N2O. 10 H. Yəni oksidləşdirici deməksə, bu ikisi dəyişir də. Biri oksidləşdiricidir, biri verəndir, biri alandır. Hansıdır oksidləşdirici, hansıdır alan? Yuxarıdakı da. Azot niyə ki? Al. Ay bala, oksidlə, bax bir də mən qulaq, oksidləşdirici. Oksidləşir yox, oksidləşdirici. O ilə deyirəmmi? O oksidləşdirici çoxdan aza. Ya da o da yadımda qalmır. Bilirsən, oksidləşdirici nə deməkdir? Alandır, alan. Ortada üstə gəl olan alan deməkdir də. Oksidləşdirici hansıdır? Azot soldakı müsbət 5 olan. Oksidləşdiricinin əmsalı 10-dur. Bəs reduks edicinin əmsalı neçədir? Mənfi bir əmsal olur. Reduks edicinin əmsalı neçədir? 8. N2. Ay bala, əgər bu oksidləşdiricidirsə, natrium da reduks edicidir. Cilə solda yazılır da. Demək ki, bu oksidləşdirici olanda bu da reduks edicidir. Oksidləşənin əmsalı. Oksidləşən. Reduks edicinin dəyişib gəldiyi yer 1. oksidləşir. Yox. Reduks edicinin dəyişib gəldiyi bu yer əmsalı neçədir? 8. Oksidləşmə məhsulunun, oksidləşmə məhsulu da deyə bilər. Məhsulu da sağda yazıb, oksidləşir də deyə bilər, fərqi yoxdur. Oksidləşmə məhsulu 8-dir. Reduks olunan maddənin əmsalı 1. Reduks olunan nədir? Bax, oksidləşdirici budur da azot. Oksidləşdiricinin dəyişib gəldiyi yer. Reduks olunan maddənin əmsalı 1-dir. Bax, 1, bu reduks olunur. Amma desəm, reduks olunan azot atomunun sayı neçədir? 5. Görmürsünüz, reduks olunan əmsalı 1-dir, amma reduks olunan azot atomu 2-dir. Sualı veririk. Oksidləşdiricinin neçə faizi reduks olunur? Lövhəyə baxın. Oksidləşdiricinin neçə faizi reduks olunur? Oksidləşdirici neçədir? 8. Yox, 10. Oksidləşdirici 10-dur. Neçədənsə reduks olunur? 2 dənəsi, 2 dənəsi. Onun 2 dənəsi. Neçə ilərdir, neçə faizdir? 20% reduksiya olur. Amma 8 dənəsi isə duzun əmələ gəlməsi səhvdir. Bilir, 80%. Bəs reduksiyecinin neçə faizi oksidləşib? Hamısı. Hamısı. Reduksiyeci 8-dir. Elə 8-i də oksidləşib də hamısı. Demək ki, 100% imiş. İndi bir dənəsini verirəm. Bunu video da çəksin, sonra yandırarıq, siz işləyərsiniz. Məsələn, belə ki, baryum üstə gəl HNO3 alınır. Baryum NO3 iki dəfə üstə gəl NH4NO3 üstə gəl H2. Onu birincisi əmsallaşdırın. Qulasın, bir də deyirəm, 2 yadda qalsın. Nə yazmışsınız? Baryum neçədən neçəyə gəlib? Neçədən uzun, sıfırdan neçə valentlidir? Hər dəfə deyirəm ki, biləsiniz, baryum 2 valentli metaldır deyə müsbət 2-yə. Buradan bura fərq neçə eləyir? Mənfi 2. 2 zad yoxdur ki, vurun. Elə burada yazıram 2. Axı, əmsal mənfi müsbət yazılmır. Oksigen hər yerdə mənfi 2-dir, hidrogen hər yerdə müsbət 1-dir. Bunu tapaq. Bu mənfi 2-dir, bu müsbət 1-dir. Mənfi 6 üstə gəlir. Müsbət 5. Bu NO3-də neçədirsə, həmin NO3-də burada da müsbət 5-dir. Bu da NO3-də, burada da müsbət 5. N-dən H yanaşı gələndə N-də neçə idi? Heç hesablanmayaq, tez deyək. NH birləşmələrində azot mənfi 3 idimi? Qayda buydu da. Deyirəm ki, azot müsbət 5-dən azot mənfi 3-ə gəl, başqası dəyişməyir. 5 çıx mənfi 3 fərq neçə eləyir? 8. Bu müsbət 3 deyil ha, 5-dən 3 çıxmıram. 5-dən mənfi 3 çıxanda. Müsbət 8 eləyirmi? Buraya yazıram 8. Bu 1, bu 4. Bu 4, bu 1. Bu hissə çatdı.
Bura qədər nə aydın olmadı? Mən Ya. şam yaşayışım. Bura kim bildi? Dəyişən barımın qabağına 4 yazıram. Deyirsən, burada müsbət 2-dir, burada 0-dır. Hər ikisi də dəyişib. Belə deyil, 4 barım varsa, bu da 4 barım. Yazdım. Dəyişən azotun qabağına 1 yazıram. Burada azot müsbət 5-dir, burada müsbət 5-dir, burada müsbət. Yəni bu maddənin içində də azotun dəyişəni 1. Əslində əmsal 1 yazılmır, heç nə yazmalı deyilsən. Burası 1 yazıram ki, nə isə gətirib tez bura yazmayasan da qarışdırmayasan. İndi oxdan sağda sayın görün neçədən azot var. Oxtan sağ. Bura baxın. Azot deyilsin. Hemen 12, 6 tane azot var. Ay bala, altını hardan tapırsan? 8, 2 tane. Burada 2 vur 4, 8, üstə gəl. 9, üstə gəl bu 1. 10 elədi mi? Sağda 10 azot var, solda da 10 azot olsun da. Biraz tez hesaplayalım. Hemen. Burada neçə hidrogen var? 10. Burada da 10 olmalı. Deyirəm, bu əlimi belə buradan eləyirəm ki, bəlkə qabaqda var. 10 hidrogen olmalı. Neçə hidrogen var? 4. Amma 6 lazımdır da 10 olsun. 6 lazımdır. Hidrogen qabağına nə yazır? 3. Bu hissə də çatdı. Görüm oksigenin neçədir. Burada neçə oksigen var? Harda? 30. Burada. 30. Sağda da 30 olmalıdır. 6. 4, 24 üstə gəl. 10. 100. 3, 30, 27, üstə gəl neçə? 3. Demək ki, düz oldu. Verəcək. İndi yenə bunu da soruşaq. Oksidləşdirici bunlardan hansıdır? Çoxdan Çoxdan az. Çoxdan az. Ya da deyirəm ki, oksidləşdirici nə idi? Alan idi. Alan. Ortada söhbət olan. Oksidləşdiricilərin əmsalları soldadır. Oksidləşdiricinin əmsalı neçədir? 14. Oksidləşdirici əmsalı. Hə, 10. Əmsal 10. Bu oksidləşdirici. Reduksiyecinin əmsalı neçədir? 4. Təbii ki, bu oksidləşdirici olanda balimdə reduksidicidir. Oksidləşənin əmsalı. 4. Yox, 4. Oksidləşənin əmsalı. Reduksidicinin dəyişib gəldiyi yer, dəyişib gəldiyi oksidləşmə məhsulunun əmsalı 4. Bu oksidləşdirici deyil, oksidləşmə məhsulu. Reduks olunanın əmsalı 1. Oksidləşdirici azotuyda dəyişib gəldiyi yer, reduks olunanın əmsalı və ya reduks məhsulunun əmsalı 1-dir. Oksidləşdiricinin, yəni oksidləşdirici neçədir? Onun demək istəyirəm. Oksidləşdiricinin neçə faizi reduksiya olub? Onundan neçəsi reduksiya olub? 1-i. Bunu götürmə ha, bu dəyişməyib. Baxa, demək 2 dənə azot var, bu dəyişməyib. Böyle müsbət 5-dir də, bu dəyişir. Onundan 1-i reduksiya olub. Neçə faizi? 90. 90 faizi. Ay, onundan 1-i. 10 faizi reduksiya olub. Neçə faizi duzun əmələ gəlməsə sərf olub? 90 faizi. 90 da hansıdır? Bu duzun içindəki bir dənə azot budur. 8 dənə azot budur. Onundan 9-u duzun içindədir. Yəni dəyişmir. Aydın oldu. İndi yaxşı, onda birini də verim. İndi sən bunu dayandır. Çox çəkməyə bir şeydən. Ay bala. Məsələn, mənə deyir ki, bu reaksiyanı əmsallaşdırın və sonra verilən sualları deyərəm. Tez deyirəm, n-lə h yanaşı gələndə n -3-dür, elə deyil. Bax da deyirəm ki, bu müsbət 1-sə, bu -3. Burada bu -2 isə müsbət 2-yə gəlirmi? -3 çıx 2. -5. 5-ini verdi. Buradan buranı çıxıb ortaya yazırsan. Və bu verilməsə nə edəsən? -3 üstə gəl 5 eləyir bu. İndi sonra nə dəyişib? Oksigen sıfırdan, oksigen bilirik ki, -2-yə gəlir. 0 çıx -2. Müsbət 2 bir dənə oksigen içində. Axı 2 dənə oksigen var burada, elə deyil. Müsbət 4. Bir dənə oksigen içində müsbət. Burada yazıram 4. İxtisar zat getmir. 4, 5. 4-ü yazırıq fərqli azota. Bu müsbət 2, o da -3. Hər ikisi fərqlidir. 4, 4. 5-i yazıram fərqli oksigeni. -2, -2, 3, 5 burada. Aydın oldu nə dedim? İndi 12 hidrogen, 12 hidrogen. Görüm oksigenim düzüm 10, 4 üstə gəl 6, 10. Bunu bildik. İndi mənə nə deyir? Deyir ki, reduksiyecinin verdiyi elektronların sayı neçədir? Və yaxud oksidləşdiricinin aldığı elektronların sayı neçədir? Yadda saxlayın ki, Hüseyin, reduksiyecinin verdiyi elektronların sayı reaksiyada oksidləşdiricinin aldığı elektronun sayına bərabərdir. Yəni, reduksiyecinin verdiyi elektronun sayı 5-dirsə, oksidləşdirici necə 6-sını ala bilər? Mən sənə 5 alma vermişəm də 5-ini almışsan da, durub 6-sını almamısan ki. Reduksiyecinin verdiyi elektron sayı neçədirsə,
Yəni oksidləşdiricinin aldığı elektron sayı da eynidir. Gəl baxaq görə doğrudan düzləyirəmmi? Ortada çıx olan verdi deməkdirmi? Reduks edici deməkdirmi bu? Bir dənə bura bax. Bir dənə reduks edici neçə elektron verib? Bir dənəsi -5 elektron verib demirik, 5 elektron verib. Bir dənəsi 5 elektron verir azotun. 4 dənəsi neçə elektron verər reaksiyada? 20. Reduks edicinin verdiyi elektron 20-dir. Görürüm ki, oksidləşdiricinin də doğrudan da aldığı da 20-dir mi? Oksidləşdirici budur mu? Belə deyil. O iki dənə oksidləşdirici, 2 dənəsi 4 elektron alır. 2 dənəsi 4'ün alır da. 5 dənəsi neçəsini alır? 20. Reduks edicinin reaksiyada verdiyi elektron oksidləşdiricinin aldığı elektron sayına bərabərdir. Məsələn, buna uyğun deyək ki, məsələ düşür ki... Həmişə bərabərdir. Həmişə. Məsələn, düşür, deyək ki, qoy tez əmsallaşdırım bunu. 8 HNO3. Məsələ verilir ki, 3 mis-NO3 2 dəfə, üstə gəl 2NO, üstə gəl 4H2O. Bizə deyir ki, reduks edicinin verdiyi elektronların sayı, məsələn deyir də, reduks edici əgər 12,4 fronsi 23 sayda elektron verərsə, 12,4 fronsi 23 neçə demək? 2. Hə. Mənə sual verir ki, reduks edici əgər 2 elektron, 2 MA qədər elektron verərsə, məsələn, sual verir ki, neçə qram su alınır? Deyirəm ki, 2 mol. reduks edici 2 elektron verərsə, 2 MA qədər elektron verəndə, məsələn, sual verir ki, neçə qram su alınır? Deyək ki, sual budur da. Mən də nə deyirəm? Baxmalıyım bir reaksiyaya. Deyirəm, reduks edici budur mu? Azdan çoxa. Reduks edici bu deməkdir də. Yəni sıfırda mənfi. Bir dənə reduks edici 2 elektron verilmi? Bir dənəsi. Bu reaksiyada 3 dənə reduks edici var. Bu reaksiyada neçə elektron vermə baş verib? 6. Bax, bir dənə yenə deyirəm. Bu reaksiyada bir dənə misil 2 elektron verib. Axı, burada bir dənə misil axı. 3 dənə misil. Bu reaksiyada əgər 6 elektron vermə olanda əgər 18 vur 4, məsələn, neçədir? 72 qram su əmələ gəlirsə, 2 elektron verəndə neçə qram su əmələ gəlir? 3 dəfə az, bunu da 3-ə bölüb, bölünür də 3-ə, yəni 24. 24 qram su əmələ gəlir və sualı belə verərdi. Reduks edicinin verdiyi elektronların sayı 2 dənəsə, yəni 12,4 fronsi 23, 2 MA deməli. 2 MA qədər elektron verirsə, oksidləşdiricinin neçə mol reduksiya olunur? Mənə deyir ki, neçə mol reduksiya olunma baş verib. Sualı belə deyil. Reduks edici 2 elektron verəndə oksidləşdiricinin neçə mol reduksiya olunur? Mən tez reaksiyaya baxıram. Neçə elektron vermə var? Bir dənə mis üçün 2-dir. 3 dənə mis üçün 6-dır mı? Bu reaksiyada 6 elektron vermə var. Və bu reaksiyada neçə mol reduksiya olunur? Oksidləşdirici azotdur da çoxdan aza gələn. Oksidləşdiricinin gəldiyi yer neçədir? Reduksiya olunur. Deyirəm, bu reaksiyada 2 mol reduksiya olunma varsa, bəs 2 elektron verəndə neçə mol reduksiya olunma olar? İndi o da bölünmür, təxmin edim 3 dəfə az, bunu da 3-ə bölərik. Əvvəl reaksiyada nədirsə, reaksiya ilə işləyib, sonra eləyirik. İndi sizə bir şey deyim. Oksidləşmə reduksiya reaksiyasının xüsusi halı da var. Xüsusi halı nə deməkdir? Ola bilər ki, 3 dənə elementin oksidləşmə dərəcəsi tapılsın, verilsin. 99% reaksiyalar, biriləri ümumiyyətcə 3 dənə dəyişməni görməmişəm düşsün, amma yenə hamı üçün deyirik. Oksidləşmə reduksiya reaksiyasının xüsusi halı odur ki, 3 dənə elementin oksidləşmə dərəcəsi dəyişir. Çoxlarında ikisi dəyişir də. O, məsələn, yazıram ki, dəmir S2, üstə gəl O2, alınır. Dəmir 2O3, üstə gəl SO2. Bu özü testdə veriləcək nə alınır? Ondan narahat olmayın ki, görün nə alınır. Bura baxın, dəmir 2 valentlidir mi? Bəs burada kükür neçə valentlidir? Yazda salaq. 2. 2. Kükür 1 valentli deyə bilməzsən, heç vaxt 1 valentli olmur. Dəmir 2 valentlidirsə müsbət 2-dən, dəmir burada 3 valentlidirsə müsbət 3-ə gəlibmi? Elə deyil. Deyirəm, dəmir dəyişdi müsbət 2-dən, dəmir müsbət 3-ə. 1 elektron verib. 2 çıx 3. Mənfi 1. Mənfi 1. Birin verdi, bayı yazıram bura, qulaq asın. S bu müsbət 2 isə bu da mənfi 2 o piritdə demişdik mi mənfi 1-də heç bir elektron konfigurasiyasına uyğun gəlmir kükürdün mənfi 1 və müsbət 1-i. Mənfi 1, bura baxın. Mənfi 4-dür mü müsbət 4? Kükürd dəyişir də bax. Kükürd mənfi 1-dən, kükürd müsbət 4-də. Mənfi 1 çıx 4. Mənfi 5,
Amma 2 dənə kükürddən gəldiyinə görə mənfi 10 yazarıq. Yusuf, bura baxın. İndi oksigen sıfırdan oksigen mənfi 2-yə gəlib. 0 çıx mənfi 2. Müsbət 2. Bir dənə oksigen üçün müsbət 2-dir. Dəyişənə baxıram. 2 dənə oksigen üçün müsbət 4. Çatdı bu hissə. İndi bəzən şəxs soruşur ki, oksigeni bildiyim müsbət 2-dir də. Niyə bu 2-yə vuruq? Elə oksigenin burasında 3 var. Buna vuraq da. Dəyişən oksigenin 2-nə baxmalıyım. Bu mənfi 2, bu mənfi 2-dir. Deyirəm, oksigen buradan dəyişib gəlir. Sıfırdan mənfi 2, ya bura, ya bura fərqi yoxdur. Bir dənəsi 2 elektron alıb. Deməli, 2 dənəsi olacaq 4. İndi nə etməliyəm? Burada oldu 10, burada oldu 4. İndi mən nə edəcəyim? 2 dənə olanda o yüz boyda çevirəcəm də. Burada nə olur? Bax, 2 dənə ortada mənfilər vermək deməkdirmi? Ay bala, mənfi verdir, reduksiyecidir. Ya da deyirəm ki, azdan çoxa, azdan çoxa. Bunlar reduksiyecidir. Bu da çoxdan az oksiləşdiricidir. Ya da ortaya bax, ortada müsbət oksiləşdiricidir. Bunlar isə reduksiya edicidir. Reduksiyeciləri bir cəmləyin. Eləyir 11 reduksiyeci. Da bununla onu yox ha, biri verən, biri alan yox. Verənləri bir, ola bilərdi bu ikisi alan olardı. Alanları bir də verən qaldı burada 4. İxtisar getmir. Ən axırda 4, 11. 4-ü verək nəyə? Baba 4-ü verək dəmirlə S-olanın qabağına. 4-ü verdim. 11-i verək nəyə? Oksigenə. Hansı oksigenə? Fərqliyə, mənfi 2, mənfi 2. Bu da 11. 4 dənə dəmir var. 4 dənə dəmir. 8 dənə kükürt var. 8 dənə kükürt. Oksigen göründüzüm 22. 6 üstə gəl 16, 22. Deməli, oksiləşmə reduksiya reaksiyasının xüsusi halı oldu ki, 3 dənə dərəcə dəyişsin. Yəni, ikisinin yox, 3 dənə elementdir ki, dəyişməlidir. Bura baxa, telefonu qurdalama. 3 dənəsi dəyişməlidir. İkisi oksidləşdiricidirsə, oksidləşdiricinin bir cəmlə, reduksiyeci qalsın kənarda. İkisi reduksiyecidirsə, reduksiyecinin bir cəmlə, oksidləşdirici qalsın kənarda. Aydın oldu nədir? Ondan bir dənə verə bilərsin, 3 dənə olsunlar. 3 dənə olan elə testdə bu düşür. Başqa heç düşən mən görməmişəm. Feriumdan SP yerdə deyə qalır. Argentiumda da var, amma heç onda testdə. Necə? Feriumdan SP yerdə deyəmə 4 verdiniz. Hə, o ikisi gözüm belə elədiyimə 4 verdim də. Birinə bilsən. İndi bunları da biləndən sonra oksidləşmə reduksiya reaksiyasının tiplərini keçirik. Biri var, kimyəvi reaksiyanın tipləri, birləşmə, parçalama, əvəz etmə, dəyişmə reaksiyası var. Reaksiya daxil olan maddənin aqreqat halından asılı olaraq reaksiyalar 2 yerə bölünür, homogen və heterogen elə var. Ayrılan və yodulan istilik miqdarlarından asılı olaraq eksotermik və endotermik reaksiyalara bölünürlər reaksiyalar. Bir də var ki, oksidləşmə reduksiya reaksiyasının neçə tipi var? 4 tipi var. Birinci, molekul daxili. İkinci, molekul arası. Yəni, ikinci fərq yoxdur, isə onu birinci denəm. Başqa birisi, öz-özünə, bunun digər adı disproporsiyadır. Dördüncü, əks öz-özünə və ya konmutasiya. Hər iki adım bilməlisiniz. ATS verir, konmutasiya reaksiyasını göstər. Deyirəm, əks öz-özünə deməkdir. İndi mən Hüseyin harada seçəcəm ki, bu öz-özünədir, bu əks öz-özünədir, bu daxilidir, bu arasıdır. Ay yazıram. H2O ilə ən asanlığından başlayayım. Hidrogen üstə gəl oksigen. Əmsallaşdırmıram hələ ki. Buna bir bax, bu reaksiya düşür. Mən neyinəm ki, buna balans qurub? Bu asan reaksiya daxil. Hələ bir yazım, hidrogen buradan bura gəlib, bu buradan bura gəlib, ixtisar eləyim yazım. O daha uzun çəkir də. Amma bu asan deyil, elə tez yazacaq elə. 4 dənə hidrogen. Qulaq as. Bir də onu da yazım sonra. Bunu da məsələn yazım ki, deyək ki, hidrogen üstə gəl oksigen alınır H2O. Buna da yazım, qoy hamısının hərəsində bir dənə nümunə yazaq. Bir marker yazıb görsənilmə orada. Bir dənəsini də buna yazım. Buna nə yazaq? H2S, üstə gəl SO2 alınır, üstə gəl su. Ay uşaqlar. Biz oradan biləcək ki, bu hansı tipdir? Diqqətlə baxın. Tərifin deyirəm, molekul daxili oksidləşmə reduksiya reaksiyalarında oksidləşdirici və reduksiya edici fərqli element atomlarıdır. Amma bir birləşmənin daxilində yerləşir. Adından görünür. Deməli, bir də deyirəm, molekul daxilində oksidə, redcidə, qısaca olsun deyə belə deyirəm, başqa-başqa elementlərdir. Amma birinin daxilində yerləşir ki, molekul daxilidir. Amma molekullar arasında da molekul daxilində olduğu kimi oksi və redci
müxtəlif element atomları, amma başqa-başqa molekulların içində yerləşir. Hələ birinci bununla buna baxaq, bax. Fikir verin, -2-dən 0-a. Azdan çoxa bu nədir? Reduks edici. Çoxdan aza. Bax, fikir verin. Bu oksidləşdiricidir, bu reduks edicidir. Başqa-başqa elementlər də bir hidrogendir, bir oksigendir. Amma bir birləşmənin daxilindən çıxıb gəldi də bu tərəfə. Bir birləşmənin daxilindən çıxıb gəldi. Bu tipdə oksidləşdirici, reduks edici müxtəlif element atomları olub, birinin daxilin, bir molekulun daxilindən çıxdığına görə bu molekul daxilidir. Bura bax, ay bala. İndi buna baxın. Hidrogen 0-dan müsbət 1-ə azdan çoxa reduks edicidirmi? Bəli. Oksigen 0-dan -2-yə çoxdan az oksidləşdiricidirmi? Bax, bunda da molekul daxilində olduğu kimi oxşar xüsusiyyətləndirirəm. Oksidləşdirici və reduks edici müxtəlif element atomlarıdır. Amma fərq odur ki, molekul daxilində bir molekulun daxilindən çıxıb gəlir. Molekullar arasında başqa-başqa maddə molekullarda başqa-başqa molekullardan çıxıb gəlir. Yəni demək olar molekul arası birləşmə yoxsa parçalanmadır. Birləşmə də deyil. Bunların əksəriyyəti parçalanmadır. Bəli, birinin içindən çıxıb əksəriyyəti parçalanmadır. Amma buna əvəz etmə də deyə bilərsən. Məsələn, kalsiyum, bura bax ay bala, H xlor. Alınır kalsiyum xlor ki, üstə gəl məsələn hidrogen. Nə dəyişib? Kalsiyum dəyişib, nə dəyişib? Hidrogen dəyişib. Oksidləşdirici bir elementdir, reduks edici bir elementdir, elə deyil. Başqa-başqa elementlər də başqa-başqa molekullardan çıxıb. Molekullar arasıdır. Bu cümlələri bir də deyirəm, sonra bunları izah edelim. Molekul daxili və molekullar arasında hər ikisində də oksidləşdirici və reduks edici müxtəlif element atomlardır. Molekul daxilində bir birləşmənin daxilindən çıxdı gəldi. Molekullar arasında hərəsi başqa-başqa molekulların daxilində yerləşir. İndi öz arasını qarışdırdım, molekul arası var. Biri bu molekulun içində çıxır, biri bu. Əvəz etmə, biri bu molekulun içində çıxır, biri bu molekulun. H2O da məsələn bir dənəsinə gəlib X-yeri, məsələn H2-dən H2O-ya gəlir də müsbət 1-ə. Oksigendən də o -2-yə gəlir də. Amma aşağıda isə əvəz etmədə olur da. Bir reaksiya deyil. Sağına baxmayın, soluna bax. Oksidləşdirici, reduks edici müxtəlif element atomlarının başqa-başqa molekulların içindən dəyişib gəlir. Yəni sağa baxmırıq da. Sağa neyinirsə ki, bu bir molekulun daxilinə gəlir. Belə baxma. Başqa-başqa molekullardan dəyişib gəlir. Amma burada bir molekuldan, molekulun daxilindən çıxıb gəlir. Sağına baxma. Bildiniz? Gələk buna. Amma öz-özünə və əks-öz-özünə reaksiyalarında Yosif adında öz-özünə sözü olanların hər ikisində həm oksidləşdirici, həm reduks edici eyni element atomudur. Bunlarda görürsünüz başqa-başqa elementlərdir. Amma bunlarda adına baxın öz-özünə və əks-öz-özünə eyni element atomlardır. Bəs yaxşı, bunun fərqi nədir? Yazaq. Kalium müsbət 1-dir, dəyişməyib. Oksigen -2-dir, dəyişməyib. Hidrogen müsbət 1-dir, dəyişməyib. İndi kalium müsbət 1. İndi xlora baxın. Xlor 0-dır. Burada bu müsbət 1-sə, bu -1-dir də. -1-ə gəlib. 0 çıx -1. Müsbət 1 elədimi? Bəli. Amma 2 dənə xlor var, müsbət 2 yazacaq. Bir dəfə də indi bax buradan hesablayaq, müsbət 5-dir. Oxun bir üzündən o bir üzünə gələ bilər. Demirsiniz, buradan bura gəlir, təzən buradan bura gəlir. Yox, oxun burasından bura gəldimi? Bir dəfə də oxun burasından bura gələcək. Bax, xlor 0-dan, oxun bir üzündən, o bir üzünə xlor müsbət 5-ə. 0 çıx müsbət 5, -5 eləyirmi? Amma 2 dənə xlor üçün -10-dur. Bax, burada elədi 10, burada elədi 2. İxtisar gedəndə 5, bu da 1. İndi nə edirəm? Bax, fikir verin, bu öz-özünə də görürsünüzmü ki, bu verəndir, reduks edicidir, bu alanda oksidləşdirici. Hər ikisi xlordur da, başqa element atomu yoxdur ki. Bu reaksiyada oksidləşdirici də, reduks edici də eyni element atomudur. İndi yerləşdirməyi necə yerləşdirir? 5-i deyirsən ki, hansı xlora verir mən? Bu sıfırlar yerində, bura baxma. Hara dəyişib gəlir? Fərqliyə. -1 xlorun qabağına 5. -1 xlorun qabağına yazıram 5. Bu sıfır yerində buradan dəyişib müsbət 5-ə gəlir. Müsbət 5-in qabağını yazıram 1. İndi düzəldək. 5 dənə kalium, bu da bir dənə kalium. 6 kalium. Xlora bax, 5 dənə xlor, bir dənə xlor. 6 xlor. Hidrogenə bax, 6 hidrogen. Burada da 6 hidrogen. Oksigen 6, 3, 3, 6.
Görürsünüz, öz-özünə oksidləşmə, reduksiya reaksiyalarında oksidləşdirici də, reduksiyacı da eyni element atomlardır və dəyişən xlorların qabağına yazılır. Bunda da eynidir. Bəs yaxşı, eyni olub, fərqi nədir deyəcəyimdir. Bax, kükürt, hidrogen burada müsbət 1-dir, hidrogen müsbət 1 dəyişməyib. Oksigen mənfi 2-dir, oksigen mənfi 2 dəyişməyib. Bu müsbət 2 isə bu mənfi 2-dir. Bu mənfi 4 isə kükürt burada müsbət 4-dür, burada da 0-dır. İndi deyirəm, kükürt buradan ora gələ bilməz ki, oxun bir üzündən, o bir üzündən. S mənfi 2-dən, S burada 0-a gəlir. Mənfi 2 çıx 0. Mənfi 2. 2 zad yoxdur ki, vuraq eləyək. 2. Kükürt müsbət 4-dən, kükürt 0-a gəlir. Müsbət 4 çıx 0. Müsbət 4. Bu 1, bu 2. Bu 2, bu 1. İndi neyinlər? 2-ni hansı kükürdə verəcəm? Sən niyə mani olursan dərsə? 2-ni hansı kükürdə verəcəm? Hər ikisi kükürdür, hamısı kükürdür, hansını verirəm? Bunlar eynidir. Fərqliyə, mənfi kükürdün qabağına 2. Mənfi 2 buradadır da. 2. Baxın, görün mən hansıda yazıram. Bu eynidir də. Müsbət 4 kükürdün qabağına 1. Bax, bunun qabağına 1. İndi düzəldim də. 4 dənə hidrogen var. Burada da 4 dənə hidrogen var. Kükürd 2 dənə budur, 1 dənə bu. 3 dənə kükürd var, bu da 3 dənə kükürd. Oksigen 2 dənə, oksigen 2 dənə də düzəlir. İndi diqqətlə baxın. Adında öz-özünə sözü, əks öz-özünə də öz-özünə sözü var da olanlardan. Həm oksidləşdirici, həm reduksiyacı eyni element atomudur. Bəs fərqi nədir? Lövhəyə baxay balam. Yazma, hamısı vərəqdə var, bəhanə eləmə. Öz-özünə də nədir? Öz-özünə də eyni oksidləşmə dərəcəsindən müxtəlifinə gəlir. Əks öz-özünə də, bu cümlənin əksinə baxın, müxtəlif oksidləşmə dərəcəsindən eynisinə dəyişib gəlir. Deməli, bax, bir də deyirəm. Molekul daxili ilə molekul arasının oxşar xüsusiyyəti nədir? Hər ikisində oksidləşdirici və reduksiyacı müxtəlif element atomlardır. Bəs öz-özünə ilə əks özündən oxşar xüsusiyyət nədir? Hər ikisində də oksidləşdirici və reduksiyacı eyni element atomu olur. Bəs molekul daxili ilə molekul arasının fərqli xüsusiyyəti nədir? Molekul daxilində birinin daxilindən çıxır, molekul arasında başqa-başqasının. Öz-özünə də eyni oksidləşmə dərəcəsindən müxtəlifinə gəlir, əks öz-özünə də müxtəlifindən eynisinə gəlir. Oksidləşmə reduksiya reaksiyalarını vərəqdən diqqətlə axıra qədər oxuyan uşaq və izaha diqqətlə qulaq asan uşaq bütün test toplumundakı testləri işləyə biləcək. Yenə nəyi bilməyəsə, həmin hissələri izah edəcəyik. Hələlik bu qədər.